Salam əziz tamaşaçılar. İctimai televiziyanın efirində Əlaçı verilişinin super finalındayıq. Əsas tərəfdaşımız ölkəmizin Elm və Təhsil Nazirliyidir. Dünyaca məşhur Brainst oyununun lisenziyalı milli versiyası bugün Əlaçı çempionunu müəyyən edəcək. Qalibə hədiyyəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi təqdim edəcək. ...12 nəfər superfinalçı hal-hazırda mənim qarşımdadır. Maraqlıdır, bu mövsümün qalibi kim olacaq? Birinci sinifdə oxuyarkən ilk dəfə bu verilişə baxan hansı əlaçımız 10 ildən sonra mövsümə öz qalibiyyət imzasını atacaq? Bütün mövsüm boyu bizə ev sahibliyi etmiş Crystal Hall'un əməkdaşlarına da təşəkkür etmək istəyirik. Çox sağ olun. İndi isə gəlin super finalçılarımızla tanış olaq. Əslində siz onları tanıyırsınız, bir daha yadımıza salaq. İmişlidən Tofiq Əmirli. Salam, mən İmişli rayon Cəfərli kənd bir saat tam orta məktəbdən qatılıram. Birinci oyun həyəcanlı olduğuma baxmayaraq diplomu qazanmağı bacardım. Bu oyunsa o həyəcan kifayət qədər azalıb və uğurlu olacağımı düşünürəm. Bu həyəcanın aradan qalxmasında mənə köməkçi olan məktəbimizin direktoru və həmçinin müəllim kollektivinə dərin təşəkkürlərimi bildirirəm. Ümid eləyirəm, yaxşı bir oyun olar, hər kəsə uğurlar. İmişlidən Kübra Məmmədova. Salam, mən İmişli rayon Naim Qabışov adına Qaralar kənd tam orta məktəbinin şagirdiyəm. İlahə xanım, sizi və Əlaçı əməkdaşlarım burada yenidən görmək çox xoş bir duyğudur. İlk dəfə Əlaçıya gələndə diplomu qazanmayacağımı fikirləşmişdim həyəcandan. Amma bu belə olmadı, qazandım, çox sevindim, əvəz edilməz bir duyğudur. Mənim bu sevincimə, uğuruma sevinən valideynlərimə, yaxınlarıma, dostlarıma və bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar. Qarşılıqlıdır Kübra. Yenidən sizi və digər iştirakçıları burada görməyə biz də çox şadıq. Sumqayıtdan Samir Tağızadə. Salam hamıya, mən Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanı təmsil edirəm. Keçən səfərki qalibiyyətimdən sonra mənə olan reaksiyalarına, münasibətlərinə görə bütün sevdiklərimə təşəkkür edirəm, hamıya uğurlar arzulayıram. Ağcabədidən İnci Musayeva. Salam, mən Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki Ağcabədi şəhər 7 saylı tam orta məktəbinin şagirdiyəm. Keçən səfər də qeyd etdim, artıq evimizdə 2 diplom var idi, üçüncüsünü də mən apardım. Ümidvaram ki, notebook da apara bilərəm. Buradan məni dəstəkləyən valideynlərimə, bacıma, qardaşıma, nənəmə, babalarıma təşəkkür edirəm. Xüsusilə mən bir şey də vurğulamaq istəyirəm ki, mənim bir bacım daha var, bibim qızı Günay. O mənə hər işdə, xüsusilə Əlaçıda dəstəkdir. Ona buradan təşəkkür etmək istəyirəm. Biz də qoşuluruq təşəkkürlərə. Tamaşaçıların yadına salmaq istəyirəm ki, deməli, Ağcabədidən olan İnci Musayeva niyə dedi ki, daha bir bacım var? Çünki elə keçən verilişdə də biz sizin Fədai adında olan bacınız haqqında danışırdıq ki, o artıq 2 diplomu qazanıb, ötən mövsümlərdə Əlaçıda və siz də daha birini qazandınız, Musayevlər ailəsini apardınız. Ona görə siz daha bir bacınızın da adını qeyd elədiniz xüsusilə. Bibim qızı, amma bacım... Dediniz ki, bacı və bibiniz qızıdır, bacı kimidir? Bəli. Onu da gözləyəcəyik. Neçə yaşı var? 24 yaşı var. Artıq, bəli, digər verilişlərdə. Bəli, artıq milyonçuların prezidentdir. şousunda iştirak eləyə bilər, misal üçün. İctimai televiziyada bütün verilişlər, bütün təbəqələr, yaşda olan insanlar üçün açıqdır, hər zaman. Lənkərandan Hüseyin Kazımov. Sözün yaxşı mənasında ən səsli köylü iştirakçımız.
Salam, mən Lənkəran rayon Səfərəd kənd tam orta məktəbinin 10-cu sinif şagirdiyəm. İlahi xanım da dediyi kimi Lənkərandan qatılıram və düşünürəm keçən oyun Lənkəranı layiqincə təmsil edə bildim. Burada olan bütün yarışmacıları, bütün yoldaşlarımı özümə daxil olmağa təbrik edirəm. Artıq biz bir əlaçıyıq, amma oyun hələ bitməyib. Bir nəfər də içimizdən seçilməlidir. Çox təşəkkür edirəm, minnətdaram. Biz də sizə təşəkkür edirik. Şabrandan Sənan Babayev. Salam, mən Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbinin şagirdiyəm. Seçim turunda qalib gəldim, diplomu Şabrana apardım. Bu oyunda da komiteri qazanmaq istəyirəm. Bura gəlib çıxmağımda mənə dəstək olan yaxınlarıma, məktəb kollektivimə, məktəbimizin direktoru Aysel müəllimə təşəkkür edirəm. Hamıya uğurlar arzulayıram. Sumqayıtdan Anar Hasilov. Hər kəs salamlayıram. Mən Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbi təmsil eləyirəm. Superfinalda iştirak etdiyimə görə çox sevincliyəm. Yenə də əsas məqsədim gözəl oyun keçirməkdir. Lakin bu dəfə biraz fərqlidir. Necə deyərlər, qaliblər liqasındayam. Ən bilikli və əzimli kimdirsə o da qalib olsun. Bəli, Qaliblər Liqası. Futbolda olduğu kimi, hə? Bəli. Astaradan Reyhanə Məmmədova. Hər kəsə salam. Mən Məmmədova Reyhanə, Astara rayon Şalaçkən Davad Əsədov adına İkisiyalı tam orta məktəbdən qatılıram. Superfinalda iştirak etdiyim üçün çox sevincliyəm. Bu qələbə təkcə mənim deyil, məni dəstəkləyən hər kəsin, ailəmin, valideynlərimin və dostlarımın da qələbəsidir. Hər kəsə uğurlar arzulayıram. Bakıdan Əli Zeynallı. Hər kəsə salam. Mən Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbdən qatıldım. Seçim mərhələsində qalib gələcəyimə inanan, motivasiya mənbəyim olan xalalarıma, İlham dayıya salamlarımı göndərir, öz təşəkkürümü bildirirəm. Hər kəsə uğurlar arzulayıram. Hiss olunur ki, bugün burada superfinalçılar iştirak eləyir. Çünki o dərəcədə rahat, qəşəng, belə ürəkdən gələn sözləri deyirsiniz, çıxış eləyirsiniz ki, ona görə dərhal bilinir ki, çempionlar buradadır. Ona görə daha da maraqlı və daha da çətin bir oyun olacaq bugün superfinalda. Növbəti iştirakçımız Zaqataladan Mikayılzadə. Hər kəs salamlayıram. Bura Zaqatala rayon Muxaq kənd 2 nömrəli tam orta məktəbdən gəlmişəm. Keçən oyun əlaçıda qalib gələrək diplomu apardım. Bu oyunda superfinalda qalib gəlmək istəyirəm. Rəqiblərim də kifayət qədər güclüdür. Hər kəsə uğurlar. Bakıdan Aysun Mirzəyeva. Salamlar, mən burada Bakı şəhər 88 nömrəli məktəbi təmsil eləyirəm. Keçən oyun çox maraqlı idi və ümid edirəm ki, yenə də belə bir maraqlı oyun keçiriləcək. Və keçən oyun daha çox suala biologiyadan cavab verdim və buna görə də Ülkər müəllimə və biologiya müəllim Günay müəlliməyə çox təşəkkürlərimi bildirirəm. Və zalda bu dəqiqə anam və Günay müəllim fənn olimpiadalarından qalib olmağıma əsas dəstəkçim, ən böyük motivasiya verənim. Onlar buradadılar və həyecanla gözləyirlər. Ümid edirəm ki, çox gözəl bir oyun keçəcək. Hamıya uğurlar. Xoş gəliblər. Və Zərdabdan Hüseyn Hüseynov. Hər kəsə salam. Mən Zərdab rayon Saxbağ kənd tam orta məktəbindən qatılıram. Bura gəlməyimdə mənə dəstək olan və mənim üzərimdə əmək olan hər kəsə təşəkkürlərimi bildirirəm. Hamıya uğurlar. Bugün burada superfinalçılar toplaşıb və biraz vaxt keçəndən sonra biz biləcəyik ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bax bu hədiyyəsi hansı əlaçımızın olacaq? Superfinalın qaydaları ilə tanış olun. Bizi 3 raund gözləyir və sizdən yalnız bir nəfər finalın qalibi olacaq. Birinci raundda 4 cavab ver səsi olan 12 sual eşidəcəksiniz. Hər suala cavab vermək üçün 5 saniyəniz olacaq. Hər doğru cavaba görə 1 bal qazanacaqsınız.
12 sualdan sonra ən yaxşı nəticə göstərmiş 6 iştirakçı mübarizəni ikinci raundda davam etdirəcək. Beləliklə, əziz dostlar, əziz əlaçılar, sizə bir sualım var. Bugünkü oyuna, super finala hazırsınız? Bəli. Başlayaq. Ən güclülər bugün burada toplaşıb, hər birinizə uğurlar. Birinci raundun ilk sualı səslənir. Salur Qazanın evinin yağmalandığı boy hansı dastandandır? Kitab-ı Dədə Qorqud, Əsli və Kərəm, Aşıq Qərib, Köroğlu. Salur Qazanın evinin yağmalandığı boy hansı dastandandır? Vaxt bitdi. Düzgün cavab. Kitab-ı Dədə Qorqud və 12 nəfərin hamısını biz alqışlayırıq. İkinci sual səslənir. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə süqut etmişdi? 1918, 1919, 1920, 1921. Azərbaycan Xalq Cümhuriyyəti neçənci ildə süqut etmişdi? Vaxt bitdi. Düzgün cavab. 1920 və 9 nəfəri biz alqışlayırıq. Növbəti sual səslənir. Düz xətt üzərində verilmiş 4 nöqtə neçə şua əmələ gətirir? 6, 8, 10, 12. Düz xətt üzərində verilmiş 4 nöqtə neçə şua əmələ gətirir? Vaxt bitdi. Düzgün cavab. 8 və 12 nəfər əhsən sizə. Növbəti sual səslənir. Şəkildə hansı aktyor təsvir olunub? Fuad Poladov, Rasim Balayev, Fəxrəddin Manafov, Rafael Dadaşov. Şəkildə hansı aktyor təsvir olunub? Vaxt bitdi. Düzgün cavab. Rasim Balayev və 9 nəfər aktyorumuzu tanıdı. Davam edirik. Növbəti sual səslənir. Qeyd olunanlardan hansı frazeoloji birləşmədir? Dili topuq vurmaq, evə gələndə, onun üçün hədiyyə, ən maraqlı film. Qeyd olunanlardan hansı frazeoloji birləşmədir? Vaxt bitdi. Düzgün cavab. Dili topuq vurmaq və 12 nəfər. Əla! Növbəti sual səslənir. Avropa qitəsinin şimal ucqar nöqtəsi hansıdır? Roka, York, Nordkin, Byron. Avropa qitəsinin şimal ucqar nöqtəsi hansıdır? Vaxt bitdi. Düzgün cavab. Nordkin və bu dəfə 7 nəfər fərqləndi. Növbəti xalı qazandı. Altı sual səsləndi. Diqqət oyuncu cədvəlinə gəlin baxaq görək. Super finalın reyting cədvəlində vəziyyət necədir? 6 sualın hamısına düzgün cavab verən 4 əlaçımız var. Samir Tağzadəni biz alqışlayırıq. Anar Hasilovu alqışlayırıq. Əli Zeynallını alqışlayırıq.
və Hüseyn Hüseynov alqışlayırıq. Təbii ki, cədvəldə vəziyyət dəyişəcək, çünki daha 6 sualımız var və sırada 7-ci sual. Hansı maddə doymamış karbohidrogenlərə aiddir? Propan, pentan, metan, eten. Hansı maddə doymamış karbohidrogenlərə aiddir? Vaxt bitdi. Düzgün cavab. Eten və 12 nəfəri biz yenidən alqışlayırıq. Təbii ki, bugün burada super finalçılardır. Ona görə əksər hallarda, suallarda biz deyirik ki, 12 nəfəri alqışlayırıq. Çünki ən güclü oyuncular buradadır bugün. Növbəti sual səslənir. Şəkildə kimin heykəlini görürsünüz? Mehdi Hüseynzadə, İsrafil Məmmədov, Bahəddin Mirzəyev, Richard Zorge. Şəkildə kimin heykəlini görürsünüz? Vaxt bitdi. Düzgün cavab. Mehdi Hüseynzadə və 7 nəfəri biz ürəkdən alqışlayırıq. Düzgün cavab verən əlaçılar arasında Anar Hasilov da var. Anar, xoş gəlmişsiniz əlaçıya. Xoş gördüm. Sumqayıtdansınız, səhv etmirəmsə, və Sumqayıtda deyəsən Mehdi Hüseynzadənin adına stadion var, elə mi? Bəli, stadion var. Necə oldu ki, bax, yəni daha tez-tez adı hallanır, ona görə tapdınız, bildiniz, yoxsa görüntü olaraq bilirdiniz və o stadionda neçə dəfə olmusunuz, hansı oyunlarda olmusunuz, bu haqda bizə danışın. Özüm həmişə belə məlumatlara maraqlanıram, əsasən də Azərbaycan haqqında və heykəli Mehdi Hüseynzadə olduğunu bilirdim. Stadion sualına gəldikcə cəmi bir dəfə olmuşam. Kim oynayırdı? Fenevarla oynayırdı Sumqayıt, Avropa Liqasına çıxmışdı onda. Necə bitdi oyun? Təəssüf ki, uduzduq. Say necə idi? Çox belə dəhşətli dərəcədə fərqi yox idi ki? Xeyr, 2-1 uduzduq, səhv etmirəmsə. Oldunuz və maraqlı bir anlar yaşadınız orada. İndi də əlaçı da yaşayırsınız həmin anları. Təşəkkür edirəm söhbət üçün. 9-cu sual səslənir, dostlar. Bitkilərdə yaşıl rəngli plastitlər necə adlanır? Xloroplastlar, xromoplastlar, leykoplastlar, leykositlər. Bitkilərdə yaşıl rəngli plastitlər necə adlanır? Vaxt bitdi. Düzgün cavab. Xloroplastlar və bu dəfə 11 nəfər alqışlar öz ünvanına eşidir. Doqquz sualdan sonra yenidən diqqət oyuncu cədvəlinə. Doqquz sualın hamısına doğru cavab verən 3 əlaçımız var hal-hazırda. Samir Tağızadə, Anar Hasilov, Əli Zeynallı. Görürsünüz, hər dəfə vəziyyət dəyişir reyting cədvəlində. 3 sualdan sonra son nəticəni görəcəyik. Beləliklə, 10-cu sual səslənir. Nisbi rütubətin hansı qiymətində psixrometrin, termometrlərinin göstərişləri bir-birinə bərabər olar? 10%, 50%, 75%, yoxsa 100%? Nisbi rütubətin hansı qiymətində psixrometrin, termometrlərinin göstərişləri bir-birinə bərabər olar? Vaxt bitdi. Düzgün cavab. 100% və 9 nəfər 100% növbəti xalı qazandılar. On birinci sual səslənir. 2024-cü ildə keçirilən 10-cu Bakı Beynəlxalq Kitab sərgisi hansı şairimizə həsr edilib? Nizamiyə, Füzuliyə, Nəsimiyyə, Xətaiyə.
2024-cü ildə keçirilən 10-cu Bakı Beynəlxalq Kitab sərgisi hansı şairimizə həsr edilib? Vaxt bitdi. Düzgün cavab. Füzuli və 9 nəfər sualı cavablandırdı. Bəlkə də həmin sərgidə də iştirak eləyiblər, kitab sərgisində. Həmin bu sərgi Füzulinin Dahi şairin 530 illiyinə həsr olunmuşdu. Ümumiyyətlə, belə sərgilərə mütləq şəkildə gərək gedək, çünki orada həm maraqlı insanlarla görüşürük, həm maraqlı kitablar təqdim olunur və sərgilərdə qiymətlər də daha əlverişli olur. Davam edirik dostlar. Beləliklə, sonuncu sual səslənir. Bakı Dövlət Universitetinin ilk Azərbaycanlı rektoru kim olub? Şamil Əliyev, Maqsud Məmmədov, Abdullah Qarayev, Tağı Şahbazi. Bakı Dövlət Universitetinin ilk Azərbaycanlı rektoru kim olub? Vaxt bitdi. Düzgün cavab. Tağı Şahbazi və 4 nəfər bunu bilirdi. Əhsən sizə. Beləliklə, superfinalın birinci raundunun 12 sualın hamısı səsləndi və biz baxırıq reyting cədvəlinə. Baxaq görək, ikinci raunddan sayılaçılarımız keçdi. 12 sualın hamısına doğru cavab verən Sumqayıtlı əlaçımız Anar Hasilov. Bravo Anar. Təbrik edirəm, siz artıq ikinci raunddasınız. Sizin orada rəqibləriniz 2 nəfər var. Onların hər biri 11 sualı cavablandıra bildi. Yaxşı nəticədir. Samir Tağızadəni biz alqışlayırıq. Təbrik edirəm Samir. Və Əli Zeynallını biz alqışlayırıq. Təbriklər Əli. Daha 2 iştirakçı ikinci raundda. Onlar da yəni bəllidir. Onların adları bəllidir. Hər biri 10 suala doğru cavab verə bildi. Sənan Babayev, təbriklər Sənan. Və Hüseyin Hüseynovu mən təbrik edirəm. Bizə daha bir iştirakçı lazımdır ikinci raundda. Ona görə biz indi 4 nəfər arasında tie break keçirəcəyik. 4 nəfərin hər biri 9 suala doğru cavab verə bildi. Şansları eynidir. İnci Musayvanı biz alqışlayırıq. Hüseyin Kazımovu alqışlayırıq. Mikailzadəni alqışlayırıq. Və Aysun Mirzəyevəyə də həmçinin alqışlarımızla dəstəyik. Əziz superfinalçılar, tie-breakdə iştirak edən superfinalçılar, tapşırığınız indi ekranda görsənəcək, dərhal vaxt gedəcək. Obyektlər və tədbirlər. Altıncı iştirakçının adını səsləndirməkdən öncə gəlin baxaq görək, düzgün ardıcılıq tapşırıqda necə olmalıydı. Muzeylərdə sərgilər keçirilir, kinoteatrlarda film nümayiş olunur, teatrlarda tamaşa qurulur, stadionda isə idman yarışları keçirilir. Və beləliklə, Samir, Sənan, Anar, Əli və Hüseynlə bərabər İkinci raundda, superfinalda iştirak edəcək 6-cı iştirakçımız Hüseyndir. Amma Kazımov Hüseyndir, Lənkərandan. Təbrik edirəm Hüseyn. Çox sağ olun, Allah razı olsun. Mən düşünürdüm, görəsən qızlardan kimsə keçəcək, yoxsa yox. Amma bu dəfə, bu mövsümdə belə alındı ki, ikinci raundda və bu da o deməkdir ki, elə finalda da yalnız oğlanlar iştirak eləyəcək. Təbrik edirəm bir daha bütün iştirakçıları. Digər 6 iştirakçı ilə isə təəssüflər olsun ki, sağollaşmalıyıq. Təəssüflər olsun. Bu dəfə bunu daha çox təəssüflə deyirəm. Çünki artıq sizi ikinci dəfə görürəm. Doğmalaşmışıq biz. Biz İnci Musayevanı alqışlayırıq. Mikailzadəni alqışlayırıq. Aysun Mirzəyevanı alqışlayırıq.
Tofiq Əmirlini alqışlayırıq. Kübra Məmmədovanı alqışlayırıq. Və Reyhanə Məmmədovanı da alqışlayırıq. O dərəcədə güclü bir finaldır ki, başqa cür ola da bilməzdi. Çünki ən güclülər buradadır. Hətta 9 xal toplayan əlaçılarımız ikinci raunda keçə bilmədilər. Bu deməkdir ki, ən güclülər buradadır. Və sizin hər birinizi 2 mövsümdən sonra gözləyirik yenidən burada əlaçıda. Siz artıq onda 11-ci sinifdə oxuyacaqsınız və mən sizə yenidən xoş gəlmisiniz deyəcəm. Bütün işlərinizdə uğurlar sizə əziz dostlar. Digər 6 iştirakçıyla isə biz bir neçə dəqiqədən sonra ikinci raundda görüşəcəyik. Əlaçı Super finalının ikinci raundunda hər kəsi salamlayıram. Bu raundda bizimlə kimlər oynayır? Hüseyin Kazımov, Anar Hasilov, Samir Dağızadə, Əli Zeynallı, Sənan Babayev və Hüseyin Hüseynov. Çox güclü iştirakçılarımız var bugün. 6 iştirakçının hər biri 2 mövzuda yarışacaq. Amma birinci kim seçim etməlidir? Ardıcılığı müəyyən etmək üçün xüsusi tapşırığımız olacaq. Şifrəni qırmalısınız dostlar. Diqqət ekrana. 5 hərfdən ibarət olan söz, rəqəmlər görsənir, bəllidir və bu söz su hövzəsidir. Təbii ki, superfinalda hər şey daha tez, daha cəld olmalıdır. Çünki ən güclülər buradadır. Və siz asanlıqla həmin bu tapşırığı həll etdiniz. Bu dəniz sözüydü. Beləliklə, gəlin baxaq görək, mövzu seçimində ardıcılıq necə olacaq? Mövzunu seçən ilk iştirakçımız kimdir? Sumqayıtdan Samir Tağızadə. İkinci iştirakçı Zərdabdan Hüseyin Hüseynov. Üçüncü iştirakçı Lənkərandan Hüseyin Kazımov. Dördüncü iştirakçı Bakıdan Əli Zeynallı. Beşinci iştirakçı Sumqayıtdan Anar Hasilov. Və 6-cı iştirakçı Şabrandan Sənan Babayev. İkinci raundun 12 mövzusu. Gəlin tanışılaq. Azərbaycan dili, ümumi bilik, biologiya, heyvanlar, tarix, riyaziyyat, idman, kimya, coğrafiya, kino, fizika, kitablar. Biz başlayırıq ən şanslı əlaçımız Samir Tağızadə ilə Sumqayıtdan gəlib mövzunu ilk olaraq o seçəcək bugün. Xoş gəlmişsiniz Samir. Xoş gördük bir daha. Bugün kimlə gəlmişsiniz? Bugün atamla, bacımla, əmim uşaqları və dostumla gəlmişəm. Xoş gəliblər. Bugün daha böyük komandadır, eləmi? Bəli. Keçən dəfə neçə nəfər idi? Keçən dəfə atam, bacım və əmim uşaqları idi. Bugün dostumla mənlə gəlib. Necə idi? Gəldiniz, Sumqayıta qayıtdınız, diplomla. Necə idi? Nə dedilər sizə? Necə qarşıladılar sizi? Həqiqətən də burada bunu çox adam deyir, amma bu tam real bir ifadədir ki, insan uşaq vaxtından bəri bu verilişə baxır, burada olmağı arzulayır və bir neçə ildən sonra burada olmaq, hətta qalib olmaq o qədər qürur verici bir hissdir ki, və hamı da bunu çox yaxşı qarşılayır. İnsan çox sevinir, özü ilə qürur duyur.
İndi siz təsəvvür edin ki, superfinalda qalib gələndən Bəli, sonra hətta bu- hansı hissləri keçirəcəyik, hə? İnşallah. Allah Birlikdə. qismət eləsin bizə. Samir, hansı mövzunu seçirik? Biologiya olsun. Biologiyanı seçdiniz, 45 saniyəniz var. Uğurlar. Balinanın tənəffüs orqanı nədir? Ağciyər Düzdür. Qurbağanın onurğasında neçə boyun fəqərəsi olur? 1, Düzdür. Kələm çiçəyində neçə erkəkçik olur? 4, Xeyr, 6, 6. İşçi arılarda yoxsa işçi qarışqalarda qanadlar olmur? işçi qarışqalarda, Düzdür. Ağac gövdəsində qabıqla unduncağın arasında hansı qat Özək. yerləşir? Xeyr, kambi. Arteriyalarla venalar arasında yerləşir. Kapillyar. Necə düzdür? Yaşıl evgülün suda nəyin köməyi ilə hərəkət Qamçı. edir? Düzdür. Öküz soliteri daxili parazitdir yoxsa xarici? daxili, Düzdür. Kaktusun tikanı hansı orqanın şəkil Yarpaq. dəyişməsidir? Düzdür. Çay xərçənginin mədəsi neçə hissədən ibarətdir? Düzdür. Heyvanlarda böyrəklər hansı orqanlar sisteminə aiddir? ifrazat, Düzdür. Yaslı qurtların bədəni şualı simmetriyaya İki malik tərəfli. yoxsa iki tərəfli? Düzdür. Mamırlarda hansı vegetativ orqan olmur? kök, Düzdür. Balıqların ürəyi neçə kameraldır? 3, Xeyr, 2. Digər orqanizmlərin hesabına yaşayan və bu zaman onlara ziyan vuran orqanizmləri parazit. necə adlandırılır? Düzdür. 12 doğru cavabınız oldu. Davam edirik. Zərdablı əlaçımız Hüseyn Hüseynovla. Xoş gəlmisiniz Hüseyn. Hoş gördük. Kimlə gəlmisiniz? Anam, atam və dostlarım da. Xoş gəliblər. Neçə nəfərdir dostlarınız? 2. İki adlarını da deyə bilərsiniz. Murat və Bilal. Xoş gəlmisiniz dostlar. Və valideynləriniz də təbii ki. Uğurlu insan olmağın sirri nədir? Mən deyə bilərəm ki, hər biriniz uğurlu insansınız. Diplom da qazanmısınız əlaçıda. Məncə zamanı doğru bölmək lazımdır. Yəni zamanı doğru böldükdə uğur əlbəttə nə zamansa gəlməlidir. Yəni belə Deməli, o time management haqda olan kitablar, fikirlər hamısı doğrudurlar doğrudur, məncə. həqiqətdir. Bəli. Başqa hansı bax bu yöndə olan kitabları oxuyursunuz, nəyə fikir verirsiniz? Zamana başqa nəyə diqqət ayırırsınız? Nə vacibdir, nə önəmlidir? Zamandan başqa əlbəttə çox çalışmaq, yəni çalışqanlıq hər zaman lazımlı olan bir şeydir. Belə. Bəli, kifayət eləyər məncə. Və Çalışqanlıq və zaman. həyata pozitiv yanaşmaq. Yox? Bəli. Düşüncələr də həmişə müsbət olmalıdır. Hüseyn, hansı mövzunu seçirik? Riyaziyyat. Riyaziyyatı seçdiniz. 45 saniyəniz var. Uğurlar sizə. 48 saat neçə sutkadır? 2. Düzdür. Düz bucaqlı, üç bucağın neçə düz bucağı var? 1. Düzdür. 15-dən kiçik ən böyük sadə ədəd neçədir? 13. Düzdür. 4900 kiloqram böyüklük, 5 yoxsa ton. 5 ton. Düzdür. Tərəfi 8 sm olan kvadratın 1 32. metrinə qədərdir. Düzdür. Trapesiyanın paralel olmayan tərəfləri necə adlanır? Pas. Yan tərəflər. Diametri 17 olan çevrən radiusu 34. neçədir? Xeyr, 8,5. 147 ədəd təkdir yoxsa? Tək. Düzdür. 64 ədədi hansı ədədin kubudur? 4. Düzdür. Düz xətt üzərində verilmiş 10 nöqtə neçə şuan 20. əmələ gətirir? Düzdür. 1 sentə neçə kiloqramdır? 100. Düzdür. Qonşu bucaqların təm bölənləri arasındakı bucaq nə qədərdir? 180. Xeyr, 90. Tərəfi 12 sm olan romun perimetri nə qədərdir? 48. Düzdür. 13-ə bölmədə alına bilən ən böyük qalıq neçədir? 12. Düzdür. 100-dən kiçik 25-ə bölünən neçə natural ədəd var? 3. Düzdür. 12 doğru cavabınız oldu sizin də. Davam edirik. Lənkəranlı əlaçımız Hüseyn Kazımovla. Xoş gəlmisiniz Hüseyn. Xoş gördük İlahi xanım. İstərsəməz adınızı çəkən kimi sizə baxan kimi keyfim əla olur. Çünki o dərəcədə müsbət enerji gəlir ki, siz həmişə həmişə belə şənsiz, yoxsa olurmu ki, Həmişə, hər keyfsiz? zaman belə. Hər Mənə zaman. belə tanıyırlar məni. Əla, həmişə belə olun. Mənə dedilər ki, belə bir xəbər gəlib çatdı ki, bədahədən şeir deməyiniz də var. Varmı? Bəli, bədavətən şeir, meyxana. Biraz meyxana həvəskarıyam, xeyirdarıyam. Aha. Hətta bəzi tanınmış meyxanalardan da, meyxancılarla da meyxana demişəm. Doğrudan. Bəli, bəli. Ha, məclislərdə iştirak eləmisiniz. Bəli, bir neçə dəfə. Bir neçə dəfə deyək də, hətta dəfələrlə çox. Əslində sizin danışmağınızda, hətta salamlaşmağınızda belə keçən dəfə də dedim siz sanki məclis aparırsınız. Yəni söhbət tək meyxana məclisdən getmir. Ümumiyyətlə, yadınızda dedim ki, aparıcı Bəli, olmaq. yadımdadır. Hətta milyonçular Fatihə də salam şousu. göndərdik. Bəli, Fatihə də salam göndərdik. Yadımdadır. O hiss olunur sizdən ki, sizdə bu təcrübə var. Bəlkə də Bəli. ona görə belə bu dərəcədə rahatsınız. Ola bilər. Ola bilər. Amma həqiqətən yəni onu deyim ki, yəni evdə necə izləyirəm, hal-hazırda o rahatlıq var məndə, heç həyəcan yoxdur.
Özü maraqlıdır. Lənkəranlısınız, orada yaşayırsınız. Bəli. Amma bəlkə meyxanaya görə danışığınız sanki belə Bakılılar kimi danışırsınız. Xeyr, Bakılılar kimi danışıram dedikdə əslində ləhcə ilə danışa bilərəm sizin üçün. Amma indi verilişdəyəm deyə öz ləhcəmi biraz Yox, düzəltdim. ləhcə ilə lazım deyil. Bəli. Birinci əvvəl soruşmaq istəyirəm. Kimlə gəlmisiniz? Bunu deyin bizə. Keçən dəfə babanız yanınızdaydı. Bəli. Bu səfər də babam Etibar, məktəbimizin doktoru Emil müəllim və Azərbaycan müəllimim Elvin müəllimlə gəlmişəm. Xoş gəliblər. Hamısını salamlayırıq. Etibar müəllimi xüsusilə. Çünki yadımdadır, burada zarafatlaşırdı və siz dediniz ki, yumor hissi ondan keçib sizə. Bəli. Genetik olaraq. Bu dəqiqə ürəyinizdən hansı misralar keçir? Qapıyı açımsın üçün bir qısa burada. Bəli. Niyə də yox? Onda izləyicilərdən xahiş edirəm bir balaca belə Belə. eyni momenti tuzuraq. Başlayıram. Biz siz necə belə? Bəli. Bəli. Biraz aşağı. Biraz yavaş. Yenə də quruldu meydana Laçıda, yenə də quruldu meydana Laçıda. Xiridarlar Hüseyni də xoş duyar, yaxşı söz deyər, onu alqışlayar. Əsas oyun hələ birazdan başlayar, hələ birazdan əsas oyun başlayar. Özünü göstərər aslana Laçıda, sevinər əhli Lənkərana Laçıda, sevinər əhli Lənkərana Laçıda. Yenə də quruldu meydana Laçıda. Təşəkkürlər. Bravo! Təşəkkürlər. Əla! Əntiqə! Çox sağ olun. Çox sağ olun sizə. Təşəkkürlər. Minnətdaram sizə. Təşəkkürlər. Başlayaq oyuna. Başlayaq da başlamaq lazımdır, debat gedir. Düz deyirsiniz. Hansı mövzunu seçirsiniz? Keçən dəfə Azərbaycan dili uğur gətirmişdi, amma elə Azərbaycan dili olsun. Azərbaycan dili. Bəli, Azərbaycan dili. Azərbaycan dilini seçdiniz. Uğurlar sizə. Başlayırıq. Təşəkkürlər. Məlumatım yoxdur cümləsində isim hansı cümlə özüdür? Mübtəda. Düzdür. Zamana görə dəyişən nitq hissəsi hansıdır? Xeyr. Düzdür. Bitmiş fikir ifadə edən sintaktik vahidə Cümlə. deyilir. Düzdür. Amoni frazoloji birləşmə hansıdır? Can vermək. Yoxsa demək, düzdür. Güləyən sözü hansı nitq hissəsidir? Xeyr. Xeyr, sifət. Söz dəyişdirici şəkilçilərin Leksik. digər adı necədir? Xeyr, qrammatik şəkilçilər. Kaş, tək sözlər ədatın hansı məna növündədir? Arzu. Düzdür. Sizin uşaqlar birləşməsi ismi birləşmədir, yoxsa feili birləşmə? İsmi. Düzdür. Ondan soruşarım cümləsində əvəzlik hansı cümlə özüdür? Əvəzlik, tamamlıq. Düzdür. Zərfin neçə məna növü var? 4. Düzdür. Həcmcə sözündə C hansı nitq hissəsidir? Qoşma. Düzdür. Müşarın dişi birləşməsində diş Məcazi. Düzdür. Həmin əvəzliyin hansı məna növünə aiddir? Təyini. Xeyr, işarə əvəzliyi. Lakin tabesizlik bağlayıcısının hansı növünə aiddir? Qarşılaşdırma. Düzdür. 11 doğru cavabınız oldu. Davam edirik. Bakılı məktəblimiz Əli Zeynallı ilə. Xoş gəlmisiniz Əli. Xoş gördük İlahi xanım. Kimlə gəlmisiniz? Anamla yenə. Xoş gəlib ananız. Ananızın adı? Leyla xanım. Leyla xanım, xoş gəlmisiniz. Keçən dəfə də çox sevinirdi. Yadımdadır, siz keçən dəfə onunla fərqləndiniz ki, incə sənəti yaxşı bilirsiniz, maraqlanırsınız. İncə sənəti seçmişsiniz və ikinci dəfə idman idi və idman da yaxşı bilirsiniz. Özdə 6-cı olaraq səhv eləmirəmsə seçirdiniz mövzunu. Bəli, amma gəldiniz, çıxdınız finala və qalib gəldiniz. Necə bir hissdir qalib olmaq Əlaçıda? Çox fərqli bir hiss idi. Şəxsən ikinci tura keçmək üçün həmin tapşırığı yerinə yetirəndə 6-cı olduqda sanki ümidimi itirmişdim. Yəni 1-0 özü geri başlamaq deməkdir. Lakin geridən gəlib qazanmaq ayrı bir zövq verdi. Qalib gəlmənin özü ayrı, arxadan gəlib qalib olmaq başqa bir hissi idi fikrimcə. Siz ədəbiyyatı da çox sevirsiniz. Özünüz bədii əsər yazsaydınız nə haqda olardı? Hansı janra müraciət edərdiniz? Özüm bir neçə dəfə bu sahədə cəhd etmişəm, hətta mükafatlandırılmışam. Bəli, yazdığım əsərlər daha doğrusu utopik, distopik janrdaydı, yəni gələcəklə bağlı idi. Əsasən ilhamlanmam George Orwell kimi 1984 kitabından və Mexaniki Portağal Anthony Burgess, Yeni Cəsur Dünya, bu kimi gələcəklə bağlı olan əsərləri ilhamlanaraq yazmışdım. Fikirləşirəm ki, bu janrda da ölkəmizdə yazılası əsərlər var, həmin zəmin var.
Onda bu da deməkdir ki, əgər rejissor olsaydınız və film çəksəydiniz, mütləq Çox şəkildə yəqin ki, Kubrick kimi mən deməsim ki, filmlər. yəni ki, art house olacaqdı bu. Çox güman ki, və Stanley Kubrick'i Bəli. deyirsiniz. Yəni bir qədər Ən qeyri-adi sevdiyim fərqli. rejissorlardandır. Tarkovskidir, Kubrickdir, Tarantino'dur. Əla! Bravo. Fərqlisiniz əli. Ümumiyyətlə iştirak edən bizim əlaçılarımız hər biri çox fərqlidir. Hər biri hər hansı bir sahədə çox fərqlidirlər. Çox belə rəngarəng, burada bir ab-hava var. O qədər ağıllıdırlar, o qədər maraqlıdırlar, o qədər xarizmatikdirlər. Hər birinizə bravo, əhsən və eşq olsun əziz dostlar. Əliyə də həmçinin. Əli, hansı mövzunu seçirsiniz? Tarix. Tarixi seçdiniz. Uğurlar. Başlayırıq. Sağ ol. Sonuncu Gəncə xanı kim olmuşdu? Cavad xan. Düzdür. BMT neçənci ildə yaradılıb? 45 Düzdür. 1945. Azərbaycanda ilk dəfə şəhər islahat hansı şərait edilmişdi? Bakı. Düzdür. 19-cu əsrdə Azərbaycanda pambıq yoxsa dünya müstəmləkə bitkisi adlandırdılar? Pambıq. Düzdür. 1805-ci ildə Şəki xanlığı hansı dövlətin təbəlliyini qəbul Rus. etdi? Düzdür. Hindistanın ilk qadın baş naziri kim olub? Indira Gandhi. Düzdür. Fətəli xan Əfşar hansı xanlığın əsasını qoymuşdu? Quba. Xeyr Urmiya. 19-cu əsrin ikinci yarısında Cənubi Azərbaycanda kəndlər 2 yoxsa Xeyr 2. 1736-cı ildə Muğan qurultayında hansı Səfəvilər. dövlətin düzdür. Bakıda ilk toxuculuq fabrikini kim inşa Hacı etdirmişdi? Zeynal Tağıyev. Düzdür. 1796-cı ildə Muğanda özünü şah elan etmiş şəxs kimdir? Qacar. Ağa Düzdür. Məhəmməd. Təbrizdə taxıl məhdudiyinə qarşı üsyanın əsas Zeynəb. iştirakçıları kişilərdir. Xeyr qadınlar. Qafqaz cənişinliyi neçənci ildə yaradılmışdı? 1840. Xeyr 1844. Sizin 9 doğru cavabınız oldu. Davam eləyirik. Sumqayıtlı əlaçımız Anar Hasilovla. Xoş gəlmisiniz. Xoş gördük. Kimlə gəlmisiniz Anar? Bu səfər də atamla, lakin bir qonağımız da var. Ailəmizin yaxın dostu. Onunla gəlmişdi. Baxın, adını deyin də. Kimdir? Nahid. Ha? Nahid. Nahid bəy və atanızın adı? Talih. Talih və Nahid bəy, xoş gəlmisiniz. Siz də Sumqayıtdansınız, Samir də Sumqayıtdan. Bəli. Tanıyırsınız bir-birinizi? Xeyr, tanımırdım. Sadəcə müəllimlərimiz eyni idi. O da qalib gələndə müəllim demişdi, oradan tanıdım. Hə, bax belə, bəzən məktəblər də dəyişir, müəllimlər də və nə yaxşı ki, bizim əlaçılarımız hər zaman müəllimlərinə buradan təşəkkürlərini bildirirlər. Anar, bayaq eşitdiniz də Hüseyn neynədi də, gördünüz necə bəda edən, necə qəşəng çıxış elədi. Siz keçən dəfə bildirmişdiniz ki, Bəxtiyar Vahabzadənin yaradıcılığını çox sevirsiniz. Bu dəfə necə, bizi sevindirəcəksiniz? Olar. Olar? Bəli. Aha, dinləyirik sizi. Keçən dəfə biraz dediniz, özünüz də dediniz, dərin mövzudan idi şeir. Bu səfər biraz Niçbin əhval-ruhiyyədə deyəcəm. Buyurun. Elə yenə Bəxtiyar bəydən ürək şeiri olsun. Nə eləyirəm o ürəyi, yox bir arzusu, bir diləyi, bacarmırsa o sevməyi, demək o heç ürək deyil, demək o mənə lazım deyil. Dünyanın ən gözəl hissi məhz sevgidir. Bəli. Və sevgi nə qədər çox olsa bu dünyada, həqiqətən də yaşamaq daha xoş olar. Çox sağ olun, təşəkkür eləyirəm. Anar, Hüseyn, ümumiyyətlə, hər biriniz, təşəkkürlər. İndi keçirik oyuna. Mövzunu seçək. Ümumi bilik olsun. Ümumi biliyi seçdiniz. Uğurlar, 45 saniyəniz var. İsveçin bayrağında neçə rəng var? 2. Düzdür. Onun üstə gəl 6 çıxılsın. 5 Riyazən müəllimin cavabı 11. neçədir? Düzdür. Flora bitki yoxsa heyvan Bitki. aləminə deyilir? Düzdür. Hansı Türkiyə futbol klubunun ləqəbi qara qartallardır? Beşiktaş. Düzdür. Atalar sözünə görə necə bazar topu Örtülü bazar. Düzdür. Xələf sonra gələndir yoxsa əvvəl gələndir? Sonra. Düzdür. Azərbaycan neçənci ildə Avroviziyanın qalibi olur? 2012. Xeyr, 2011. Yale Universiteti hansı ölkədə yerləşir? Yaponiya. Xeyr, Amerika Birləşmiş Ştatlarında. Johnny Depp məşhur bəstəkardır, Aktyor. yoxsa aktyor? Düzdür. Kyoto şəhəri hansı ölkədədir? Yaponiya. Düzdür. Hansı metro stansiyasında Cəfər Cabbarlı stansiyasında keçid cümləsini 28 may. eşidə bilərik? Düzdür. Daş Salahlı kəndi hansı Qazax. rayonunda yerləşir? Düzdür. Yusif Sərrac Mirzə Fətəli Axundovun hansı məşhur əsərinin qəhrəmanıdır? Pas. Aldanmış Kəvakib. Çingiz xanın qurduğu dövlətin paytaxtı hansı şəhər idi? Pas. Qaraqorum. Su donduqda nəyə çevrilir? Buz. Düzdür. Sizin 11 doğru cavabınız oldu. Şabran məktəblimiz Sənan Babayev. Xoş gəlmisiniz Sənan. Xoş gördük da. Kimlə gəlmisiniz? Anam, əmim və əmim oğlu. Xoş
Xoş gəliblər. Salamlayırıq onları. Həminizin oğlunun adı nədir? Elşən. Elşən. Neçə yaşı var? 11. 11. Bəli. Elşən, salam. Xoş gəlmisiniz. Neçənci sinifdə oxuyur deməli? 6. 3 ildən sonra Əlaçıda sizi gözləyirik. Yaxşı oxuyur yəqin ki. Bəli. Bəli. 3 ildən sonra sizi gözləyirik çünki artıq bu ildən etibarən tək 11-ci və 10-cu yox, hətta 9-cu siniflər üçün də keçiriləcək Əlaçı. Onlar üçün də ayrıca mövsüm olacaq. Növbəti mövsümdə məhz 9-cu siniflər olacaq. Və həmin o mövsüm düz bir həftədən sonra başlayacaq. İctimai televiziyada biz onu izləyə biləcəyik. Odur ki, sizin əminizin oğlunu da 3 ildən sonra gözləyəcəyik. 9-cu sinifdə olanda inşallah. Sənan, yadımdadır, siz danışmışdıq, olimpiyadaların iştirakçısınız, qalibisiz falan. Amma siz nə soruşmaq istəyirəm? Gələcək peşəniz haqda. Çünki keçən dəfə deyəsən bu haqda danışmadıq. Gələcəkdə biznesmen olmaq istəyirəm. Biznesmen olmaq istəyirsiniz. Hansı sahədə çalışmaq istərdiniz? Hansı sahəyə sərmayə qoymaq istərdiniz? Hacı Zeynalabdin Tağıyev kimi xeyriyyətçi olmaq istəyirəm. Kasıb ailələrə və yaxud Yaşad fonduna yatırımlar etmək istəyirəm. Bilirsiniz də, Yaşad fonduna hətta 1 manat belə kömək eləmək kifayətdir ki, biz kiməsə həqiqətən də, yəni ümumi olaraq sonra o məbləğ kiməsə kömək eləsin, hansısa bir ailəyə, ehtiyacı olan insanlara. Çox yaxşıdır, mənə gəri alqışlamaq lazımdır Sənanın bu istəyini, amma təbii ki, onun üçün gərək əvvəl özünüz imkanlı olasınız və sizdə də bu potensial var, maşallah. Ağıl da var, hər şey. Xasiyyət də hər bir şey. Dözümlülük də, səbir də. Beləliklə, mövzunu seçirik. Coğrafiya olsun. Coğrafiyanı seçdiniz, uğurlar sizə. Başlayırıq. Ekvator xətti qurumasını neçənci yarımkürəyə bölür? Düzdür. Yer qabının maksimal qalınlığı hansı materikdədir? Avrasiya. Düzdür. Kartografik proyeksiyalar təhrif xüsusiyyətinə görə neçə qrupa ayrılır? Xeyr, 3. Tambora vulkanı İtaliyanın yoxsa İndoneziyanın ərazisində yerləşir? Düzdür. Afrika materikinin cənub-şərqindəki ən böyük adansı? Düzdür. Mitchell hansı dağın zirvəsidir? Apollo. Düzdür. Christopher Columbus'un ilk səyahəti hansı okeana olmuşdur? Atlantik. Düzdür. Ekvatorial enliklərdə qalxan yoxsa enən? Düzdür. Alyaska yarımadası hansı ölkənin ərazisidir? ABŞ. Düzdür. Baltik dənizi ilə Şimal dənizini birləşdirən kanal hansıdır? Düzdür. Şose yolu hansı şərti işarələr qrupuna daxildir? Düzdür. Nizami Gəncəvi adına krater Merkuridə yoxsa? Düzdür. Niger çayı hansı körfəzə Gvineya. Düzdür. Murchison burnu hansı materikə aiddir? Düzdür. Atmosferin ən aşağı qatı hansıdır? Düzdür. Yaşayış məntəqələrinin əsas tipləri hansılardır? Pas. Şəhərlər, kəndlər. 14 doğru cavabınız oldu sizin. Dostlar, elə bax bu anda diqqət oyunçu cədvəlinə baxaq görək, reytingdə vəziyyət necədir? Sənan Babayev 14 xalla liderdə hal-hazırda. 12 xalla Samir Tağızadə də həmçinin reyting cədvəlində yer aldı. Və eyniliklə 12 sualı cavablandıran Hüseyn Hüseynov da cədvəldədir hal-hazırda. Davam edirik. Samirlə biz indi oynayacağıq. Samir indi mövzunu seçəcək. Kimya ilə heyvanlar arasında qalmışam, amma heyvanlar olsun. Heyvanları seçdiniz, uğurlar sizə. Dünyada yaşayan ən böyük heyvan hansıdır? Xeyr, mavi balina. Zebrlər təbii halda hansı qitədə yaşayır? Afrika. Düzdür. Yarasa məməlidir yoxsa? Məməli. Düzdür. Panda hansı ölkənin milli sərvəti hesab olunur? Çin. Düzdür. Zürafələr hansı dəstəyə aiddir? Cütdırnaqlar. Düzdür. Məşhur satiri jurnalımız kirpi yoxsa qurbağa adlanır? Kirpi. Düzdür. Çapaq hansı heyvan növüdür? Pas. Balıq. Qəmbər Hüseynli məşhur mahnısı hansı heyvanda həsr olunur? Düzdür. Sfinks it yoxsa pişik cinsidir? İt. Xeyr, pişik. Mauglinin dostu Balu hansı heyvandır? Ayı. Düzdür. Heyvanların xüsusi qəfəslərdə saxlanılaraq sərgiləndiyi Sirk. yer necə? Xeyr, zoopark. Məşhur Nu Paqadi cizgi filmində canavar hansı heyvan? Dovşanı. Düzdür. Türkü hansı fəsləyə aiddir? Pas. İtlər. Atalar sözünə görə hansı heyvanın erkəyi dişisi Aslan. olunur? Düzdür. Köhlən atlar hansı futbol klubumuzun ləqəbidir? Qarabağ futbol klubu. Düzdür. 10 doğru cavabınız oldu. Ümumilikdə 22 xalınız var. Davam eləyirik. Hüseynov Hüseynlə. Və indi Hüseyn seçəcək mövzunu. İdman. İdmanı seçdiniz. Uğurlar, başlayırıq. Didier Drogba hansı idman növündə məşhurdur? Futbol. Düzdür. İlk Avropa oyunları neçəncidə? 2015.
Düzdür. Sergio Perez hansı idman növündə məşhurdur? Avto idman yoxsa Avtoidman. maraton? Düzdür. Tenis meydançası hansı formadadır? Düz bucaqlı. Düzdür. Qaşın Maqamedov hansı idman növündə çıxış edir? UFC. Xeyr, taekwondo. Sidney Olimpiya oyunları, Amerika Birləşmiş Avstraliya. Ştatları yoxsa düzdür. Basketbolçu Yao Ming hansı ölkədə Çin. doğulub? Düzdür. Chess 960 hansı Şahmat. oyunun bir variantıdır? Düzdür. Skeleton qış yoxsa yay idman növüdür? Düzdür. Basketbol oyunu neçə perioddan ibarət olur? 4. Düzdür. Metagazoz hansı idman növündə məşhurlaşır? Oxçuluq. Düzdür. Futbol üzrə ilk Azərbaycan çempionatının qalibi Neftçi Neftçi. yoxsa Qarabağ olub? Düzdür. Hamamatsu Arena hansı ölkədə yerləşir? Yaponiya. Düzdür. Şahmat partiyasının əvvəlində hansı fiqur sayıcı ən çox olur? Piyada. Düzdür. Futbol oyununda neçə komanda iştirak İki. edir? Düzdür. Badmintonda valana nə ilə zərbə vururlar? Raketka. Düzdür. 15 doğru cavabınız oldu. Ümumilikdə 27 xalınız var. Woo! Siz necə zövq alıram? Siz necə sizdən zövq alıram? Təşəkkürlər. Hamınızdan, hər birinizdən. Davam edirik. Kazımov Hüseynlə. Fizika. Fizikanı seçdiniz. Uğurlar sizə. Qazın temperaturu hansı cihazla ölçülür? Temperatur. Termometr. Zərrəcikləri tamamilə və ya qismən ionlaşmış vəziyyətdə olan maddə hansı aqreqat haldadır? Maye. Xeyr, plazma. Rəqslərin mühitə yayılma sürəti necə adlanır? Rəqs sürəti. Xeyr, dalğa sürəti. Linzanın fokus məsafəsini 2 dəfə artırsaq, optik İki artar. 2 dəfə xeyr, azalar. Naqillərin ardıcı birləşməsində istənilən hissədə hansı kəmiyyət sabit qalır? Cərəyan şiddəti. Düzdür. Qarşılıqlı təsirdə olan yüklərdən birinin yükünü artırsaq təsir qüvvəsi Artar. necə dəyişir? Düzdür. Nüvənin nukleonlara ayrılmasını xarakterizə edən enerji necə adlanır? Daxili enerji. Xeyr, rabitə enerjisi. Fırlanma periodu 5 dəfə artıqda Azalar. fırlanma tezliyi düzdür. Elektrik cərəyanının hansı təsiri bütün mühitlərə müşahidə edilir? Faz. Maqnit təsiri. Təcil hansı cihazla ölçülür? Akselerometr. Düzdür. Qazlardan cərəyan keçməsi necə adlanır? Faz. Qaz boşalması. Elektrik cərəyanının istiqaməti olaraq mənfi yoxsa müsbət yüklü zərrəciklərə hərəkət istiqaməti götürülür? Mənfi. Cavabınız xeyr, müsbət yüklü. 5 doğru cavabınız oldu. Ümumilikdə 16 xalınız var. Yenidən diqqət oyuncu cədvəlinə. Hüseyn Hüseynov 27 xalla hal-hazırda liderdir. İkinci yerdə 22 xalla Samir Tağzadə. Üçüncü yerdə 16 xalla Hüseyn Kazımov. Əli, Anar və Sənanla biz hələ oynayacağıq və davam edirik Əli ilə. Əli, mən hələ də Tarantina'nın, sonra deməli Kubrick'in, Tarkovskinin təsiri altındayım. Yəni hələ özümə gəlib George Orwell'ın, yəni super, əla. Əli, beləliklə kino, kimya, kitablar. Kitablar sevdiyiniz mövzudur, özünüz də hekayə yazırsınız. Başlayırıq, uğurlar sizə. Mənim adım Qırmızı əsərinin müəllifi kimdir? Pas. Orxan Pamuk. Vaqif dramının hansı ədəbi Səməd Vurğun. Düzdür. Cinayət və cəza, yoxsa atalar və oğullar Cinayət və cəza. Düzdür. Nadir və nəsli kəsilmək təhlükəsi olan heyvan və Qırmızı bitki kitab. növlərinə düzdür. İmran Qasımov və Həsən Seyidbəylinin Mehdi Hüseynzadəyə Pas. həsr etdikləri uzaq sahillərdə. Ramizon Kruzo məşhur yazıcı yoxsa Personaj. personajdır? Düzdür. Heyvanistan kimin George əsəridir? Orwell. Düzdür. Charlie və Şokolad Fabriki kitabının Pas. müəllifi kimdir? Roald Dahl. Komisar Katani yoxsa Herkül Poirot, Agatha Christie'nin Hercule Poirot. Düzdür. İlyada və Odiseyanın müəllifi Homer. kimdir? Düzdür. Faust əsərini kim yazır? Goethe. Düzdür. Şərif Çörə filmində Dəfnələr Adası yoxsa tarixin adı Şərif kitabının Çörə. adı çəkilir? Xeyr, Dəfnələr Adası. Drongo hansı yazıcı Pas. ədəbi personaj? Çingiz Abdullayevin. Drakula əsərinin müəllifi kimdir? Stonemer. Xeyr, Bram Stoker. Willis əsərini kim yazır? Pas. James Joyce. Ətriyyatçı bir qatilin tarixçəsi əsərinin müəllifi Patrick Züskin. Amerika. Hans. Xeyr, Almaniyadandır. 8 doğru cavabınız oldu. Ümumilikdə 17 xalınız var. Davam eləyirik Anarla. Anar indi mövzunu seçəcək. Kimya yoxsa kino? Kino. Kinonu seçdiniz. Ən sevdiyiniz film? Ad günü. Rasim Ocaqov. Qəşəng filmdir. Bəli. Mən də çox sevirəm o filmi. Çox. Uğurlar sizə Anar, başlayırıq. Spider-Man filminin qəhrəmanı özündə hansı canlı Hörümçək. xüsusiyyətlərini daşıyır? Düzdür. Vətəndaş ad serialı hansı ədibin Zəfər Cabbarlı. əsəri çəkilib? Düzdür. Titanic filmi rejissoru James Cameron Cameron. yoxsa Steven Düzdür. Bəxt üzüyü filmində Valih Kərim hansı rolu ifa Pas. edir? Moşu Gözənli. Şabanoğlu Şaban filmi hansı Türkiyə. ölkənin istehsalı? Düzdür. Qəmlu 7 oğul istərəm yoxsa Axırıncı Aşıq Axırıncı Aşıq. personajı? Düzdür. Oscar mükafatı hansı ölkədə verilir? ABŞ.
Düzdür. Atları yerləyən filminin digər adı nədir? Qan Zəmi. Düzdür. Frank Darabont məşhur rejissor yoxsa aktyordur? Rejissor. Düzdür. Kral Şir filmində Simba'nın atasının adı nədir? Mufaso. Düzdür. 2007-ci ildə çəkilən film kimin 13 dostu adlanır? Pas. Ocean'ın 2011-ci ildə çəkilən Əjdaha Tatlı filmində Daniel Craig Damon. yoxsa demək xeyr Daniel Craig. Fox Mulder və Dana Scully hansı serialın qəhrəmanlarıdırlar? Məxfi materiallar. İlk Star Wars filmi neçənci ildə çıxıb? 1977-də Rowan Atkinsonu daha çox hansı rolu ilə tanıyırıq? Düzdür. 10 doğru cavabınız oldu. Ümumilikdə 21 xalınız var. Yer gəlmişkən sualların arasında Vətəndaş A serialına aid olan bir sual var idi. Yəqin ki izləmisiniz. İctimai televiziyada. Bəli. Və çox səs-küy elədi sözün yaxşı mənasında. Çox belə bu haqda yazıldı, danışıldı. Tamaşaçılar bəyəndilər. Və ümumiyyətlə son illər ərzində ictimai televiziya həqiqətən seriallarda da özünü göstərir, öz simasını qoruyub saxlayır. Bravo demək istəyirəm. Və təşəkkür edirəm o serialları yaradan bütün insanlara. Təbii ki, ardı da gəlir, digər seriallar da göstərilir. Və qaldı Sənan Babayev, bir də Kimya. Sənan çox güclü oyunçudur. Sənanın 14 xalı var. Oynayırıq. Hesablamaq istəmirəm ki, neçə suala cavab vermək istəyirsiniz. Sadəcə başlayaq oyuna. Başlayaq. Uğurlar sizə. Hidrogel metalların hansı qeyri-metal ilə reaksiyasından alınır? Pas. Hidrogenlə. Silisyum dioksid normal şəraitdə hansı aqreqat haldadır? Pas. Xeyr, bərk. 1 mol sülfat turşusunu neytrallaşdırmaq üçün neçə mol kalsium hidroksid lazımdır? Xeyr, 1 mol. Civənin yoxsa dəmirin hidroksidi adi şəraitdə parçalanır? Civə. Düzdür. Hansı metalın karbidin suyu ilə reaksiyasından asitliyin Karbon. alınır? Xeyr, kalsiumun. Manqanat turşusu neçə əsaslıdır? 2. Düzdür. Düzünə gedən reaksiyada məhsulların qatılığı necə Artır. dəyişir? Düzdür. Karbon yoxsa silisyumun atomun Karbon. radiosu daha böyükdür? Xeyr, silisyumun. Oksigenin izotoplardan ən geniş yayılan atomunda nisbi atom kütləsi neçədir? Xeyr, 16. Hansı indikator narıncı rəngdədir? Metil oranj. Sink oksidinin dəm qazı ilə reaksiyasına hansı bəsit maddə alınır? Xeyr, sink. Neytrallaşma reaksiyası nəticəsində normal tuz alınır yoxsa düzdür? Malakit mineralının tərkibində hansı metal atomları var? Mis. Qeyri-metallıq artdıqca elementin oksidləşdiricilik qabiliyyəti necə dəyişər? Düzdür. 5 doğru cavabınız oldu. Ümumilikdə 19 xalınız var. Beləliklə, 12 mövzunun hamısı səsləndi. Burada çox güclü 6 iştirakçı var idi ikinci raundda. Həqiqətən də indiyənə kimi gördüyüm ən güclü iştirakçılardan birisiniz, siz. Beyin, dünya görüşü, möhtəşəm, hər şey. Amma yenə də bu oyundur və təbii ki 6 nəfərdən 3 nəfər seçilməlidir. Daha doğrusu siz özünüz oyununuzla özünüzü seçirsiniz. Baxırıq reyting cədvəlinə görə vəziyyət necədir? Hüseyn Hüseynov, təbrik edirəm sizi Hüseyn. Zərdab indi sevinir. Hüseyn 27 xalla superfinalın finalına keçdi. 22 xalla Samir Tağızadə. Siz də finaldasınız, təbrik edirəm sizi və Anar Hasilov 21 xalla finaldadır, təbrik edirəm Anar. Belə çıxır ki, Sumqayıt 2 qat sevinir. Çünki həm Anar, həm Samir finala keçə bildi. Bir daha təbriklər əziz dostlar. Digər 3 iştirakçı ilə isə təəssüflər olsun ki, sağollaşmalıyam. Və nə yaxşı ki, mən sizi tanıdım. Nə yaxşı ki, ümid edirəm ki, Facebookda, Instagramda bizim dostluğumuz davam eləyəcək. Biz alqışlayırıq Sənan Babayevi. Bravo Sənan. Şabrana buradan salamlar. Çox sağ olun. Alqışlayırıq Əli Zeynalını, bütün Bakı və Azərbaycan adından. Və Hüseyn Kazımovu alqışlayırıq, sənətkarımız. Lənkərana buradan salamlar. Təşəkkür edirəm sizə, müəllimlərinizə, doğmalarınıza. Bütün işlərinizdə uğurlar. Mütləq şəkildə sizi bir mövsümdən sonra, o ikinci mövsümdə gözləyəcəm, 11-ci sinifdə oxuyanda siz. Əziz dostlar, digər 3 iştirakçı ilə isə biz bir neçə dəqiqədən sonra super finalın finalında görüşəcəyik.
Əlaçı verilişinin super finalındayıq. Bugünkü finalın iştirakçıları Hüseyin Hüseynov, Zərdab məktəblisi, Samir Tağızadə, Sumqayıt məktəblisi və Anar Hasilov, Sumqayıt məktəblisi. Onlardan yalnız biri qalib gəlib mövsümün əlaçısı olacaq. Finalın qaydaları sadədir. Mən sualları verirəm və kim qarşısındakı düyməni birinci sıxsa, o da cavab hüququ əldə edir. Düzgün cavab xal qazandırır. Səhv cavab versəz, növbəti suala cavab vermək hüququnu itirirsiniz. 6 xalı ilk qazanan məktəbli qalibdir. Beləliklə, başlayırıq. Hər birinizə uğurlar arzu edirəm və sual səslənir. Birinci sual. Adı Zəngi və Zur qədim türk sözlərindən Anar. Zəngəzur. Adı Zəngi və Zur qədim türk sözlərindən əmələ gələn tarixi ərazimiz hansıdır? Bəli, Zəngəzur. Növbəti sual səslənir. 80 feilinin amonim tayı hansı nitq? Hüseyin? Say. Say dediniz. 80 feilinin amonim tayı hansı nitq hissəsinə aiddir? Bəli, saya. Sual səslənir. Fosforun allotropik şəkil dəyişmələrindən hansı zəhərlidir? Anar? Ağ fosfor. Düzdür. Bu düzgün cavabdır. Sual səslənir. 1 saatın 6'da biri Anar. 10 dəqiqə. 1 saatın 6'da biri neçə dəqiqədir? 10 dəqiqədir. Bəli. İndi Samir də aktivləşəcək, oyuna qatılacaq. Sual səslənir. İnsanda öt hazırlayan orqan hansıdır? Samir? Qaraciyər. Bəli, bu düzgün cavabdır. Samir'in də ilk xalı var. Sual səslənir. Naxçıvan Muxtar Respublikasında yerləşən ən böyük Hüseyin Batabat. qəbul elədik cavabınızı, sualı dinləyirik. Naxçıvan Muxtar Respublikasında yerləşən ən böyük su anbarı hansıdır? Cavab olmalıydı Araz su anbarı. Cavabınız səhv olduğuna görə Hüseyin, siz növbəti suala cavab vermə hüququnu itirirsiniz. Sual səslənir Samir və Anar üçün. Balondakı qazın yarısını işlətdikdə ondakı təzyiq necə dəyişər? Anar? 2 dəfə azalar. Bu düzgün cavabda azalar. Bəli. Hüseyin qayıdır oyuna. Ham oyundadır. Sual səslənir. Qarabağ general qubernatorluğunun ilk qubernatoru Anar. Xosrov bəy Sultanov. Qarabağ general qubernatorluğunun ilk qubernatoru kim olmuşdu? Bəli, Xosrov bəy Sultanov. Ola bilər ki, növbəti sual axırıncı olsun. İşte sualı cavablandıran Anar olsa və bu cavab doğru olsa. Amma Hüseynin də, Samir'in də şansı böyükdür çünki çox güclü oyunculardır. Yeri gəlmişkən Hüseyin öz oyununda diplomu qazananda finalda bilsiz necə qalib gəlmişdi? Deməli, onun rəqibinin 5 xalı var idi. Hüseynin cəmi 1 xalı var idi. Hüseyin gəldi, çatdı ona belə, Anar artıq belə təəccübləndi və düşündü ki, hazır olmalıdır hər bir məsələyə. Bəli, və Hüseyin gəldi, çatdı rəqibinə, hətta uddu da onu, ötüb keçdi. Yəni, ruhdan düşmürük, oyundayıq və sual səslənir. Zümrüd daşı əsasən ağ, yoxsa yaşıl rəngdə olur? Anar? Yaşıl. Həm biliklidir, həm də düyməni çox tez basa bilir. Anar Hasilov! ...23 nömrəli məktəb, Sumqayıt şəhəri və 10 illiyimizdə 20-ci mövsümdə bax bu oyunda, bu mövsümdə qalib gələn məhz Anar oldu. Bravo Anar! Anar
Hasilov Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bax bu hədiyyəsini, bu notebooku qazandı. Hazırlaşın yavaş-yavaş. Ürək sözlərinizi deyəcəksiniz. Amma biz alqışlayırıq digər iştirakçılarımızı. Güclü oyunçularımız var idi bugün bizim finalda. Hüseyin Hüseyinovu biz ürəkdən alqışlayırıq. Samir Tağızadəni biz ürəkdən alqışlayırıq. Bir daha Sumqayıta salamlar, Zərdaba salamlar. Və təbii ki, biz bura dəvət elədik bütün digər iştirakçılarımızı. Bugün çok güclü oyun oldu. Alqışlayaq ürəkdən 12 iştirakçının hamısını. Bravo! Hər mövsümdə çok güclü, əlaçı oyunu keçirilir, güclü oyuncular olur. Amma bu dərəcədə güclü. Şəxsən mən çoxdan da yadıma salmıram ki, bir oyunda bu qədər güclü oyuncumuz olsun. Bravo! Tam səmimi deyirəm, həqiqətən deyirəm. Doğrudan mən sizinlə fəxr eləyirəm. Mən Azərbaycan gəncləri ilə fəxr eləyirəm. Möhtəşəmsiniz, ağıllısınız, kübarsınız, mədənisiniz, tərbiyəlisiniz, dünya görüşünüz, zövqünüz, əlasınız və nə yaxşı ki bizim belə gənclərimiz var. Azərbaycanın gələcəyi. Bravo. İndi isə ürək sözlərini Anar deyəcək. İlk turda olduğundan daha çox belə deyim, sevinc və həyəcan hissi keçirirəm. Həqiqətən çox xoş oldu. Düzdür, ikinci turda o qədər də gözləmirdim, amma inanmaq səndimə bəs eləyirmiş. Niyə gözləmirdiniz? Biraz ilk 3 nəfərdən sonuncuydum. Biraz deyə ümidim biraz aşağı düşmüşdü, amma yenə də inanırdım. Həm də rəqibləriniz çox güclüdürlər. Bəli, əlbəttə. Bəli. Yenə rəqiblərimi hər biri çox güclüdür. Hər birini təbrik edirəm. İlk mərhələ deyil, bu artıq superfinalın finalıdır. Onlar da yəni mənim üçün hər biri bir əlaçı qalibidir. İnanıram ki, finalçının biri də Sumqayıt şəhərindəndir. Sumqayıt şəhəri hal-hazırda çox sevinir. Ümumən bu səfər də belə deyə paxıllıq etməyəcəm. Yenə də qələbəmi Azərbaycan bütün şagirdlərinə həsr edirəm. Alqışlayırıq biz. Anarın arzularını, istəklərini və cəmiyyətə ötürdüyü mesajları. Bir daha mən sizi təbrik edirəm. Hədiyyə sizindir və bir daha ürəkdən biz alqışlayırıq bütün 12 iştirakçımızı. Onlara təşəkkür edirik. Təşəkkür edirik onların valideynlərinə, doğmalarına, babalarına, nənələrinə, onların müəllimlərinə, Azərbaycan müəllimlərinə. Bravo buradan. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təşəkkür edirik, hər zaman dəstək etdilər bizə. Növbəti mövsümdə düz bir həftədən sonra ictimai televiziyada ilk dəfə olaraq əlaçıda 9-cu sinif şagirdləri iştirak edəcəklər. Amma bu mövsümdə qalib gələn 10-cu sinifin nümayəndəsi, təmsilçisi Sumqayıtdan Anar Hasilov oldu. Birlikdə gəlin televiziya tamaşaçılarımıza buradan salamlarımızı göndərək, əl eləyək və deyək ki, gözləyin bir həftədən sonra yeni mövsüm gəlir. 9-cu siniflər olacaq bu dəfə. Sağ olun, çox sağ olun ki bizimləsiz hər zaman.